Salam, Gələcək Bilik verilişi efirdədir. Bilikli gələcəkdən və bu bilikli gələcəyi irəli aparacaq potensial dahilərdən danışacağıq. Bugün Azərbaycanın yüzlərlə, bəlkə də minlərlə istedadlı yazıcısı, şairi, alimi, mədəniyyət xadimi var, mövcuddur, bu faktdır. Ancaq miqyas baxımından baxsaq, bugün Azərbaycanda Üzeyir Hacıbəyov miqyasında, Qaraqarayev miqyasında onlarla müqayisə olunacaq mədəniyyət xadimi subyektiv fikrimdir, mən görmürəm. Lev Landau səviyyəsində, Lütfüzadə səviyyəsində elm adamı görmürəm. Mirzə Rəhbər Sabir səviyyəsində, Hüseyn Cavid səviyyəsində, Cəlil Məmmədquluzadə səviyyəsində ədəbiyyat adamı bugün yoxdur. Subyektiv fikrimdir, ola bilər mübahisəli fikirdir. Bunun müxtəlif səbəbləri var, ola bilər. Bugünkü mövzumuz ondan ibarətdir ki, elm nə qədər inkişaf eləsə də, mədəniyyət nə qədər inkişaf eləsə də, bir cəmiyyətdə sıçrayışlı inkişaf üçün həmişə dahilərə ehtiyac var. Və bu dahiləri biz bugünkü təhsil sistemimizlə yetişdirə bilirikmi? Müzakirəmizin mövzusu budur. Bugünkü cəmiyyətimizdə həmin o sıçrayışları təmin edəcək dahilərin olmaması bugünün problemi deyil. Əlbəttə bu 30 il, 40 il, 50 il əvvəlki təhsilin problemidir ki, bugün həmin şəxsiyyətlər ortada görünmür. Bəlkə də var, amma subyektiv fikrimdir, yenə deyirəm, mən görmürəm. Bəs bugün nə etməliyik ki, 20 il, 30 il sonra bizim cəmiyyətimizdə Lev Landau'la, Lütfüzadə ilə eyni miqyasda ola biləcək elm adamı, Hüseyn Cavidlə eyni miqyasda ola biləcək ədəbiyyat adamı, Üzeyir Hacıbəyovla eyni miqyasda ola biləcək mədəniyyət adamı olsun. Sizin fikirlərinizi bilmək istəyərdik. Hər bir uşaq bir istedaddır. Sadəcə o istedadı vaxtında üzə çıxarmaq lazımdır və vaxtında düzgün yönəltmək lazımdır. Bu proses əslində məktəbdən öncə başlayır, yasi dövründən, bağça dövründən. Belə adicə uşağın oynadığı oyunlarından biz arzı paralel proqram qoya bilərik ki, hansı sahəyə meyli var. Yəni uşağı sığmağına, boğmağına yönəltməklə biz istedadı itirmiş oluruq. Əsas o istedadı düzgün vaxtında üzə çıxarmaqdır və düzgün onu yönəltməkdir. Burada pay həm ailə üzərinə düşür, burada pay həm bağçadakı olan təbii ki, müəllim üzərinə düşür, sonra artıq məktəbə yönəlir. Məktəbdəki asudə vaxtın idarə olması ilə biz onu düzgün yönəltə bilərik. Mütləq deyil ki, hamısı fizikanı mükəmməl bilsin, mütləq deyil ki, hamı ədəbiyyatda tarix mükəmməl bilsin, amma uşaqda hər hansı istedad varsa, istənilən fənlə, onu vaxtında üzə çıxarıb və onu o istedadı inkişaf etdirmək lazımdır. Biz bu cəhətdən uşağa düzgün yanaşmış olsaq, biz onu itirmərik. Əsas vaxtında istedadı üzə çıxarıb, onu hər tərəfli qidalandırmaq desəm daha düzgün olar. Bu həm psixoloji dəstək ola bilər, bu həm maddi texniki bazı cəhətdən dəstək ola bilər, bu adicə sadəcə maarifləndirmə ola bilər. Yəni uşağın artıq meylini, istiqaməti müəyyən etdikdən sonra bu bir səmtli iş deyil də, müxtəlif səmtlərdə iş görməyə lazımdır. Və bu birgə bir iş olmalıdır. Tək müəllimlə və yaxud da tək valideynin işi deyil. Dövrün xronologiyasına baxsaq, siz dediklərinizə hamısını bir xronoloji baxımdan filtrdən keçirsək, bəli. İlk dövrdə olan bizim əldə etdiyimiz qaymaqlar sonraki dövrlərdə öz əksini tapmadı. Düzdür, bu həm dövlətin o dövrdəki siyasəti idi və həm də bilərəkdən bunlar edilmişdi. Amma tarix elə gətirdi ki, müstəmləkə dövründə yaşayan Azərbaycan müstəqilliyi əldə edilməndən sonra yeni yaranan bir cəmiyyət olaraq, yeni formalaşan bir Azərbaycan cəmiyyəti olaraq biz bunu başarmaq üçün böyük bir mübarizədən başladıq. Adi bir şey deyək. Təhsil sahəsində atılan addımlara baxanda xarici təhsil proqramında bizim alimlərin yetişməsinə bağlı xeyli iş yox idi. 60-cı illərdə bu Azərbaycan nümayəndələrin belə Sovet hökuməti rəhbərlərinin gəlməsi belə sual altında idi ki, millətçiliklə bağlı yükləyirdilər, onları qısnayırdılar, qoymurdular rahat şəkildə inkişaf eləsinlər və bu səbəbdən də bizdə o dövrün dediyiniz elm xadimlərini görə bilmirdik. Amma zaman elə gətirdi, çıxartdı ki, Heydər Əliyev rəhbər vəzifəyə gələndən sonra araşdırdığı o
problemləri üzə çıxartandan sonra adi bir şey deyək. Hərb sahəsində ilk addımlar atdı. Cəmşid Naxçıvanski adlı məktəbin açılmasına, hərbi sahədə kadrların yetişdirilməsinə başladılar. Təsəvvür gətirirsiniz, Sovet dövründə, ondan qabaqki dövrlərdə bizdə müsəlmanları orduya cəlb eləmirdilər. Yusif Məmmədəliyev kimi bir alimimiz var idi bizim. Yüksək oktanlı benzini ixtira etmişdi. Hansı ki, bu benzinlə təyyarə uçurdu. Amma təsəvvürə gətirirsiniz, hər sahədə onları qısnayırdılar. Azərbaycançılığı qoymurdular inkişaf eləsin. Azərbaycana elm xadimlərinin qarşısı alınırdı. Və bunlar hamısı özünü təhsildə, elmdə, dahilərin yetişdirilməsinin böyük bir problemlərlə qarşıladı. Amma Azərbaycan nümayəndələri rəhbər vəzifəyə gəldikdən sonra biz bu vəziyyətlərin hamısını yumuşaldığını gördük. Misal üçün, təhsil sahəsində xaricdə təhsil alanlara nəzər yetsə, Heydər Əliyevin dövründə artıq 100%-ə yaxın uşaqlarımız gedib xaricdə təhsil alırdı. Misal üçün, əvvəllər biz baxanda ki, xaricdə təhsil proqramında 5-10 nəfəri görürdüksə, milyonçuların hesabına, hansı ki, milli burjuaziya nümayəndələr hesabına görürdüksə, artıq biz dövlət sahəsində gördük ki, bunları artıq inkişaf etdirirlər. Bunlar hamısı dahilərin yetişdirib, ölkəyə gətirib xeyir verməsindən qaynaqlanır. Və nəticəyə baxsaq, müstəqil Azərbaycan Respublikası müstəqilliyə qədəm qoyduqdan müharibə ilə başladı. Təhsili, onun sənayesi, hamısı zədə gördü. Və biz müstəqilliyimizi qazandıqdan sonra irəyə atdığı addımları hər sahədə özümüzü göstərdik. Əsr müqaviləsinə, ölkəyə valyuta axını bərpa elədik. Və bunlardan sonra biz başladıq artıq təhsilin üzərinə düşməyə. Əgər bir dövlətin ordusu zədəlisə, onun heç bir sahəsi inkişaf edilməyəcək. Çünki dövlətin suverenliyi, onun ərazi bütövlüyü təmin olmalıdır ki, bu uşaqların təhsilə cəlb etməyi rahat olsun. Ümumiyyətlə, hər şeydən qaynaqlandı. Müharibə bir sahəyə gətirmirdi. Adı üstündə müharibə fəlakət deməkdir. Hər sahəyə təsir edirdi. Bu baxımdan da bizdə dahilərin yetişdirməsinin böyük bir interval yarandı. Dediklərimizlə razıyam. Keçid dövrü, istər yəni iqtisadi baxımdan keçid dövrü, sosializm yəni rejimindən kapitalizmə keçid, iqtisadiyyatın dağılması, iqtisadi böhran, müstəqillik uğrunda mübarizə, müharibə, ərazilərin işğalı, ölkənin böyük təzyiqlərin öz-üzə qalması birbaşa yəni təhsil sisteminə təsir elədi və çox ciddi təsir elədi. Ən azı götürək 1 milyon insan yurd yuvasından didərgin düşən insan və o şagirdlər ümumiyyətlə bir müddət o qarışıqlıq dövründə normal təhsil sistemi də qurula bilmədi. Çünki çadırlarda yaşayırdılar, müvəqqəti, yəni sığınacaqlarda yaşayırdılar. Bunlar hamısı təbii ki, öz sözün dediyi təhsildə. Hətta mərkəzdə Bakıda da o iqtisadi çətinliklər, ailənin normal iqtisadi həyatını sürə bilməməsi o keçid dövründə 90-cı illər, bunlar yəni o uşaqların motivasiyasına da təsir edir. Bunlar hamısı öz yerində. Amma bir məsələni sizin fikrinizi bilmək istəyərdim. Ümumiyyətlə, yəni davam eləməkdən öncə bir cəmiyyətin inkişafı üçün bayaq dediyim kimi, məsələn, yüzlərlə yaxşı mütəxəssis var. Hansısa bir elm sahəsində. Tutaq ki, fizika üzrə və yaxud kimya üzrə yüzlərlə yaxşı mütəxəssis var. Və bir də ola bilər ki, 10 ildən bir, 5 ildən bir dahi bir adam yetişsin onların arasından və bunun elmə gətirdiyi və yaxud mədəniyyətə gətirdiyi bir yenilik sıçrayışa səbəb olur. Yəni bir 10 il irəli atır, 15 il irəli atır. Bu dahilərin yetişdirilməsinin zərurəti nədir cəmiyyət üçün? Bunu istəyərdim. Yəni sizin dilinizdən eşidək, tamaşaçılarımıza da aydınlaşdıraq ki, bu mövzu niyə aktualdır? Niyə bizə dahi yetişdirmək vacibdir? İlk növbədə əgər hər hansı millət inkişaf etməlidirsə, onun öncəliyi təhsil olmalıdır. Öncəliyi onun təcrübədə tətbiq olmalıdır. Və bu cəhətdən niyə görə bu sıçrayışa ehtiyac var? Hər bir keçid dövrünün yenilənməlidir. Yəni hər bir cəmiyyət mütəmadi yenilənir. Bu təbiətin qanunudur belədir. Elə təkamül nəzəriyyəsini nəzərə salsaq, bu təbiətin qanunu mütəmadi o yenilənir və bu yenilənmə yeni kadrla yeni beyinlər istəyir. Və bu yeni beyinlər bizim kimi artıq düşünür. Bizim kimi düşüncə tərzinə malik deyirlər. Onları tamam fərqli düşüncə tərzidir. Bizdən fərqli olduğuna görə biz bəlkə nədənsə onlarda razılaşmırıq, amma üstünü yendə onlardadır. Çünki sürətlə inkişaf edən cəmiyyətdə, sürətlə inkişaf edən texnologiya, onlar daha tez ulaşırlar. Bizim onlara verəcəyimiz dəstək nədən ibarət olur? Biz onların geçməsində nə kimi rol oynaya bilərik? İlk növbədə olan arzu istəklərini açıq olmalı.
İlk növbədə biz onların düşüncələrini açıq olmur. Çünki uşaqlar sərhədsiz düşünür. Əgər biz bir addımı 3-4 addımın sonrasını düşünürüksə, olur o sərhədi görmürlər. Və ya keçmişdə əgər uçan xalçanı əgər təsəvvür, nağıllar kimi təsəvvür edir, o artıq uçan xalça samolyot artıq çevrilib, təyyarəyə çevrilib. Yəni uşaqlar, yəni primitiv misal deyim, uşaqlar çox sərhədsiz düşünürlər. Bizə absurd gələn, bizə real olmayan bir fikrin dalınca getmiş olsa, biz onu əldə etməsəydik, uşaqlar onu əldə edəcəklər. O baxımdan müxtəlif layihələr uşaqlara qatmaq lazımdır. Asudə vaxtdan mütəmadi idarə etmək lazımdır. Bu dəqiqə artıq keçid dövrünü müəyyən dərəcədə keçmişik. Təhsilimiz də çox böyük yatırımlarla gedir. Beynəlxalq əlaqələrimiz çoxdur. Müxtəlif layihələr tətbiq olunur. Hələ STEM layihəsinin tətbiqi xeyli bizə bir faktiki material verir. STEM layihəsinin tətbiqi ilə, rəqəmsal bacarıqların tətbiqi ilə biz artıq o yeni beyinləri bəlkə də fərqinə varmadan da artıq uzaqlara yetişirik. Biz ona bugün qiymət verməsək də zaman qiymət verəcək. Biz bəlkə deyə bilərik ki, bizim məktəbdə, bizim rayonda və yaxud da Azərbaycan daha yetişir. Biz onu deyə bilərik, onu tara qiymət verir. Amma biz ən azından onu düşünərək müəyyən öz qatqımızı verə bilərik. İlk növbədə uşaq üçün lazım zəmin yaradarıq. Və onun düşüncəsinin davamıcı getməsinə dəstək olaraq. Ay bu mümkün deyildi, uşağı qabağını almaq lazım deyil. Qoy mümkün olmadığını özü görsün, bəlkə də mümkün olacaq. Bəlkə də daha yeni bir addım tapacaq. Bəlkə də bütün dünya bizi tanıdan startupçılardan biri olacaq. Və bu bizdən olacaq. Niyə də olmasın? Çünki bizdə bu potensial var. Mümkün deyil dediniz. Bu Einstein'in o sözü var. Deyir, hamı deyir ki mümkün deyil, mümkün deyil. Heç soyuşa yaxın durmur. Sonra da biri gəlir ki, o bilmir ki, mümkün deyil və eləyir, alınır. Sizin fikriniz? Mən əsas nəyə qatılmaq istəyirdim bu fikirdə? Dövlətimizin ən çox inkişaf etdiyi sahələrdən biri neft sahəsidir. Neft üzərindən inkişaf getmək, bilirik ki, neft tükənən sərvətdə olduğuna görə tək bir qolda inkişaf eləmək o qədər də keyfiyyətli olmazdı deyə dövlətin hər sahədə bir dəqiqə dəstəyini görürük. Misal üçün, xaricdə təhsil alan tələbələrimizə nəzər yetirsək, görürük ki, yaşadığımız rayonun səviyyəsində uşaqlarımız xaricdə gedib təhsil alır. Biz həqiqətən də sözün əsl mənasında Tərnə xanım dediyi kimi onu tarix göstərəcək, onlardan dahi olacaq, onlar hansı bir elmi bizə faydaları göstərəcəklər. Amma bunlar hamısı təhsildən qaynaqlanır. Təhsildən qaynaqlanmaq uşaqlara yaradılan imkanlardandır. Həqiqətən də sözün əsl mənasında super imkanlar yaradılır uşaqlara. Öyrənmə materiallarından tutmuş, məktəb dərsliklərində olan imkanlar, yerləşdiyi mühitdə onlar üçün yaradılan asudə vaxtından dəyərləndirilməsi hər bir sahədə biz görürük ki, yenilik ayaqlaşırıq. Misal üçün, belə bir şeyə nəzərdən yetirmək lazımdır ki, bu günləri biz danışsaq Yapon təhsilindən görəcəyik ki, Yaponlar necə oldu ki, keçmiş imperialist rejimlərdən qurtuldular, sonra başladılar elmlə, təhsillə qabağa getməyə. Çünki hər şeyin kökünü elm və təhsildə gördülər və ora yatırım elədilər, onu inkişaf elətdirdilər. Tarixi xronologiyasına nəzər yetsək görürük ki, Yaponiya həqiqətən də sözün əsl mənasında təbii sərvətlərdən kasıb ölkədir. Həqiqətən kasıb ölkədir. Amma inkişaf baxımından elm və təhsili atdığı imzalarla dünyada birinciliyi qoruyub saxlayırlar. Bunlar hamısı yaradılan şəraitlədir. Adi bir təhsilinə baxırsan, məsələn, uşaqlar deyir ki, məktəblərində xidmətçinin belə ehtiyac duymurlar. Məktəbə ev anlayışı kimi baxırlar. Yəni, bunu yaradıblarsa, uşaqlara məktəbi sevdiriblərsə, onların orada yaşaması, orada oxuması, orada keçirdiyi vaxtları dəyərləndirsə, görəcək ki, həqiqətən də uşaqlar sevərək məşğul olurlar. Sevgini başarırlar. Bizdə də əsl sözün əsl mənasında biz Frital üzvü olaraq görürük ki, həqiqətən uşaqlar məktəbi sevirlər, məktəbdən getmək istəmirlər. İnanırsınız, saat 8-də gəlirlər, axşam 6-ya kimi görürsən ki, uşaqlar məktəbdədirlər. Onlara təşkil etdilər, onların təşkil etdiyi maraqlı vaxtlar keçirirlər bizlə. Görürsən ki, sözün əsl mənasında dəyərləndirirlər. Yəni, görürlər ki, onlardan qabaq məzun olan uşaqlar uğurlu yerlərə imza atıblar. Bu, onlarda gözəl bir motivasiya yaradır. Çünki müasir təhsil, Heydər Əliyev müasir davamçısı İlham Əliyevin təhsilə verdiyi qayğı sayəsində biz bunları bugün izləyə bilirik. Bu, Sovet təhsil sisteminin yanaşması mənim anlamda ola bilər, siz məndən daha yaxşı biləcəksiniz. Bu bir
kollektiv yanaşma idi də. Yəni burada fərdi yanaşma yox idi. Və bəlkə də yenə deyirəm, siz məndən daha yaxşı bilirsiniz. Bəlkə də o Sovet təhsil sisteminin nəticəsi bu gün üzdə olan demək olar eyni səviyyədə olan alimlər, eyni səviyyədə olan yazıçılar, eyni səviyyədə olan mədəniyyət xadimləri və onların içindən kimsə ulduz kimi böyük bir partlayışa səbəb olan bir əsər ortaya qoymur, bir elmi kəşf ortaya qoymur. Bəlkə bunun nəticəsidir ki, orada bir kollektiv yanaşma var idi, fərdi yanaşma yox idi. Və bugünkü təhsilimizdə o fərdi yanaşma məsələsi, məsələn, istedadlı bir uşağı tapıb üzərə çıxararkən onun istedadının başqalarından hüquqları pozulmadan təbii ki, amma fərdi olaraq onun inkişafına şərait yaradılırmı bugünkü təhsil sistemində? Əlbəttə ki, yaradılır. Mən hər zaman bir sözü demişəm, hər bir müəllim ilk öncə də psixoloq olmalıdır. O fənnini tədris edərək ilk növdə psixoloq kimi yanaşmalıdır. Çünki istənilən misalı, mövzunu və yaxud da bir hər hansı bir mətni keçirsənsə, uşağın gözündəki işığı görməlisən. Geriyə dönüş eyni olmur. Kimsə məntiqi düşüncə ona dərhal başa düşür, kimsə onu mütləq şəkildə düsturlarla başa düşür, kimsə onu mütləq şəkildə tətbiq eləyə başa düşür. O fərdi yanaşma olmasa, diferensial yanaşma olmasa biz çox da qabağa gedə bilmərik. O baxımdan dərs tədris etdiyimiz dərslərdən əlavə, onlar üçün dərnəklərin təşkil olunması, onlar üçün müxtəlif klubların təşkil olunması mütləq şəkildə olmalıdır. Biz elə olanda uşağı bütün potensialını üzə çıxarda bilirik. Düzdür, tədris planı müəyyən saat seti var, setdən kənara çıxa bilmirik, müəyyən qayda dərnəklər keçirilir və fabrikasiya keçirilir, amma yenə də hökumətimiz bu dəqiqə elə iri addımlarına gedək, elə imkanlar yaradır, sadəcə maarifləndirmə bir zəifdir. Bax, ən bəsit bir şey, ən bəsit yenə deyil əslində, amma ən sadə bir şey götürüm. Elm və Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqə. Artıq bu il 9-cu qrant müsabiqədir. O qrant müsabiqədə müxtəlif ideal elə düzgün formatda layihəni yazanda, o layihə keçmiş olsa, onu çox xeyli bəhrələnmiş olaraq. O bizdə Qubov Fritildə artıq 5 ilə yaxın fəaliyyət göstərik. Hardasa bir 9-dan bir 10-dan layihəyətə keçirmişik. Ad-ad burada ad çəkib reklam eləmək istəmirəm, çünki veriliş başqa çapdadır, amma həqiqətən də biz qrant müsabiqənin layihələrini bəhrəsini görürük. Çünki biz o layihələrin həyatda tətbiq etdikdən sonra həmin istiqamətdə uşağın inkişafını görürük. Bunun başqa ekskursiyaların təşkil olunması, tarix abidələrin ziyarət etməsi, bunlar hamısı uşağın inkişaf etdirməsini çox böyük rol oynayır. Adicə sərgi aparmağını, adicə uşaqları hər hansı bir tamaşaya aparmağını, biz onu həqiqətən şəxsiyyət olaraq inkişaf etdirərək orada hardasa dibində gizlənən istedadı üzə çıxarda bilirik. Və burada böyük rol ilk növbədə valideynlər, ikinci dərəcə müəllimlərdir. Və bu səmtdə çox böyük işlər gedir. Mən o üçlüyə böyük rəğbət bəsləyirəm. Valideyn, şagird, müəllim üçlüyünə. Çünki həqiqətən də uşağı qabağa çəkməyə müəllim təşəbbüs edirsə, valideyn dəstəyi mütləq olmalıdır. Yəni bunlar olduğu təqdirdə, məsələn bizdə belə düşünsək ki, qız uşaqlarının xaricdə təhsil proqramına başvurusu aşağı səviyyədədir, nəinki oğlanların. Səbəb də bu ailədən gəlir, ailə dəstəyi olmur deyə. Deyir bu ki, qız uşaqlarının xüsusi istedadları var ki, bunlar ölür. Mən bunu belə düşünərdim ki, əslində bu anlayışı biz başdan çıxarsaydıq daha yaxşı olardı ki, xaricdə təhsil proqramına qoşulmalı olan, halbuki istedadlı olanlara ailədən dəstək gəlməlidir. Müəllim çalışır, uşaq çalışır, amma valideyn buna yol vermir. Bu problemdir. Bu həll olunmalıydı. Bu da cəmiyyət olaraq biz yetişə bu problemi illərdən sonra həll eləyə biləcəyik, həll eləyə bilməyəcəyik, bunu zaman göstərəcək. Oğlanlarımıza gəldikdə isə, oğlanlarımız iri addımlarını irəliləyir. Bizim şahid olduğumuz bir neçə məzunlarımız var ki, ümumi nəticələrə baxsaq, qalib olduqları müsabiqələrin nəticəsi ilə Azərbaycan universitetlərinə imtahansız qəbul olurlar. Bu mükəmməl bir şeydir. Bu xüsusi istedad deməkdir. Və bu illəri qəbul olanların içərisində elə uşaqlarımız var ki, başvurduğu universitetdə o təhsili görmür, arzu olduğu təhsili görmür. Azərbaycanın xaricdə təhsil proqramı sayəsində SAT, IELTS üzrə imtahanlar nəticəsi ilə getdi Çinə. Yəni bu nə deməkdir? Demək, dövlətin burada qayğısı var. Yəni uşaq görür ki, valideyn dəstəyi var, müəllimdən də biliyini əldə eləyir, özü də mütəmadi olub çalışır, qazandığı yeri kifayət qədər görmür, hansı ki, yaxşı universitetlərdən biridir və o növbəti mərhələ təhsili davam etdirməyi xaricdə seçir.
və dövlət buna qayğı göstərir. Ona görə də biz dövlətdən də bunu görürük, ailədən də görürük, müəllim də buna böyük ümidlə çalışır. Uşaq da bunları hamısı görəndə iri addımlarla irəliləyir. Bir dənə problemi mən dedim ki, qızlarda bunu görmürəm. Səbəbini də izah elədim. Yəni nə ilə bağlıdır. Amma əslində belə olmalı deyildi. Aydın da əlbəttə o problem var. Cəmiyyət olaraq hələ o stereotiplərdən xilas olacaqsa bu şey. Burada bilmirəm bu var. Maarifləndirmə o qədər yüksək səviyyədə deyil. Bir çox təhsil alan xarici təhsil haqqında valideynlərə xəbər verdim. Məncə bu sahədə işlər görülsə, ali təhsil ocaqlarının təbliğat xarakterli müəyyən bir görüşlər təşkil olunsa, istənilən məktəbə həm şagird o xəbərdar olur, həm də valideyn. Maarifləndirmə çox aşağı səviyyədədir. Bir çox hallarda uşaqlar ali təhsilə qəbul olduqdan sonra bilirlər və geriyə dönüş olub ixtisasını dəyişə bilmirlər. Amma onu bir il öncə bu məlumatlar verilsə, material verilsə, artıq seçimini düzgün edər. Nəticədə biz cəmiyyət olaraq kadr itirməmiş oluruq. Yəni nə qədər yüksək bal toplayıb, o istəmədiyi ixtisasda oxuyub, nə qədər yararlı olacaq ki. Çünki artıq onun meyli yoxdur. O maarifləndirmə biraz aşağı səviyyədədir. Maarifləndirmə gücləndirmək lazımdır. Bax bu sahədə və işlər sürətli olsa, məncə daha çox nəticə ala bilərik. Yəqin ki, yəni razılaşarsınız, bugün Azərbaycanın yəni mətbuatı, televiziyası da bu sahələrdə o qədər də diqqətli deyil. Çünki bu belə deyək, gəlir gətirməyən bir sahədir. Maarifləndirmə gəlir gətirmir bu gün faktiki. Ona görə bu məsələ diqqətdən kənarda qalır çox vaxt. Bir məsələni toxundunuz bayaq, yəni o yarışlar, uşaqların qiymətləndirilməsi, məsələn xarici təhsildə hansısa yarışlarda, olimpiyadada da qalib gələndən sonra universitetlərə imtahansız edən bu özü yəni fərdi yanaşmanın bir göstəricisidir, bunları ayırmaq. Və bu qiymətləndirmə məsələsinin önəmi barədə istəyərdim sizin fikrinizi bilim. Belə bir dəqiq bilmirəm hansı universitetdə, amma yəni dəqiq olmuş bir fakt, eksperimentdir ki, məncə Amerikanın hansısa tanınmış universitetlərinin birində belə bir eksperiment keçirirlər. O qrupda olan tələbələrə deyirlər ki, bugündən aldığınız qiymətlər bərabər bölünəcək. Yəni qrup ümumiyyətlə tutaq ki, 50 nəfər var. Hamı 5 alsa, bu bölünəcək hamının arasında. İlkin vaxtı 1 gün, 2 gün, 5 gün bu yüksək göstəricilər olur. Amma sonra o yaxşı oxuyan tələbələr də başlayır yavaş-yavaş pis. Yəni müəllimlər bunu eləyirlər ki, pis oxuyanlar həvəslənsin, yaxşı oxusun. Amma nəticə elə olur ki, yaxşı oxuyanlar da başlayır pis oxumağa. Çünki yəni onsuz da hamı ilə bərabər məni qiymətləndirə düşünür. Bəli, haqsız rəqabət. Ümumi səviyyə düşür aşağı. Yəni eksperiment alınmır da, yəni o motivasiya əksinə düzgün yanaşma. Bu baxımdan bilmək istəyirəm sizin fikrinizi. Bu qiymətləndirmə ümumiyyətlə bugün təhsil sistemində fərdi yanaşmanın qiymətləndirmə tərəfi necə işlənir? Müəllimlər bunu fərdi eləməlidirlərmi, yoxsa bu sistemli şəkildə olmalıdır ki, şagird o öz istedadının qarşılığında fərqli bir yanaşma görsün, çəkdiyi, zəhmət çəkir, oxuyur, onun qarşılığında təkcə qiymət yox, bir münasibət formasında və yaxud da hansısa bir şəkildə o fərqləndiyin başqalarından intellektual baxımdan üstün olduğunu hiss eləsin və bu motivasiyadır. Bu özü bir motivasiya çevrilməlidir sonunda. Yox, o istiqamətdə işlər gedir. Çünki ən azından istənilən məktəbdə ayin fəalları seçilir. Ən azından hansı məktəblərdə davranış qaydaları tətbiq olunursa, orada ayrılıq müəyyən rəqabətləndirici cəzalandırma da var. Müəyyən şərti pozulmaq üçün. Amma rəqabətləndirmə mütləq şəkildə ki, cəzalansın. Rəqabətləndirmə də var. Fərdi yanaşma var. Məncə bu bütün məktəblərdə var. Əgər uşaq müəyyən bir uğur əldə edirsə, ən azından adicə sıra düzülüşünə onun adını çəkməklə belə biz artıq onun özünə daha çox inandırırıq. Amma uşaq müəyyən bir qələbə öz sahəsində qələbə çalıb sayılırdı. Mən uğur əldə edib gəlib məktəbdə ona qarşı bir laqeyd yanaşma istəyirsə, o onu görməyəcək. Biz artıq uşağı itirmiş oluruq. Onun ki, ilk öncə məktəbdə düzgün şagird müəllim münasibəti yaratmaqdır. Əgər uşağın dediyi fikrə, uşağın arzusuna, istəyinə, lazımı çərçivədə düzgün yanaşmış olsa, onu hər bir uğurunu dəstəkləyib, qeyd edib, onu rəqabətləndirmiş olsa, stimullaşdırmış olsa, biz ona daha çox nəticə ala bilərik. Və bu sahədə bir digər qoldan da giriş etmək olar. Biz uşaqlara bir nümunə olaraq hələ öz məktəblərin məzunların fəaliyyət haqqında maarifləndirə bilərik. Əgər biz bir Qubalorov günə,
Tural Bədirxanın adını çəkiriksə, Reyhan Cəmalov adını çəkiriksə, Məhərrəm Elvin adını çəkiriksə, bu uşaqlar üçün böyük stimuldur. Biz zaten öz uşaqlarımızla danışanda bu 3 uşaqdan başqa öz məzunlarımıza, Kənan Müzəlliyev dəqiq xaricdə oxuyur. Hacıyev bu dəqiqə Macaristanda hətta bir qurum yaradılıb. Mən çox qürurla onu deyəm. Qurum yaradılıb, tələbələrin 2-ci ildə oxuyur. Tələbələrin olan nə departament, orada elə başda sədr yox, sədr müəllim bizim Hacıyevdir. Bir çox uşaq Mixail Nurxan olsun, bir çox Həyat olsun, Qurbanova, Alafiyeci, Sevri olsun. Bunlar layihələr nələri demək olar ki, Hacıyev Kərən Gəzən həqiqətən bizi tanıdan iştirakçı. Yəni uşaqlar tək özünə qarşı rəğbəti yox. Uşaqlar görsə ki, bu yolun sonunda nə boyda uğur əldə edəcək, maariflənmiş olsa, o daha böyük stimul olacaq. Və məncə istənilən məktəbdə bu sahədə iş gedir. Hər bir dəqiqə hər öz sahəsini paylaşır, öz məzunu paylaşır və həqiqətən bu çox böyük rol oynayır. Bir misal çəkim, biraz bəlkə sualdan kənara çıxacağım. İzə keçən il Ad Universitetindən təbliğat xarakterli görüş ilə gəlmişlər nümayəndən. Orada Ad Universiteti o görüşü təşkil edən də bizim qızımız Qurbanova 1-ci kurs tələbəsi idi. O qızımız xəbər tonundakı Qubəgərlə xüsusi video çəkdi özü. Bir ingilisdən də Azərbaycan rolika göndərdi. İnandımsa o adın nümayəndələr danışsa qaldı bir kənara. O uşaqlar yadına qalan bir dənə o həyatın çəkdiyi rolik oldu ki, bizdəndir. Bizdəndir və hardadır. O sahədə işlər görmüş olsa, araşdırsalar, indi müxtəlif nəqdlərin hərəsi bir sahədə bir uğur qazanır. Araşdırsalar, uşaqlarla onu ən azından onlayn da olsa görüş təşkil etsələr, heç olmasa onun həyat fəaliyyətdən danışmış olsalar, həqiqətən də biz hərsə yatmış hissətləri oyatmış olaraq. Və ilk növbədə motivasiya edərək, özündən də çox, o daha çox onlara motivasiya verəcək. Burada rəğbətləndirmə yüksək səviyyədə olmalıdır. Bu həqiqətən sözün əsasında işləyir. İşləməyinə nəyə nümunə gətirə bilərik? Adi bir nəticəni görürük biz uşaqlarda. Refo nəticəsi oldu, refo nəticəsi oldu, qayğı var. Mütəmadi olaraq uşaqlara qayğı var. Uşaqlar o qayğının təsirindən düşüb inkişaf edirlər. Və sözün əsl mənasında dövlətin də bunun qayğısını görəndən sonra mütəmadi olaraq onlar bura gedən yolları axtarırlar. Bir görürsən ki, elə uşaqlarımızı biz qeyd edə bilərik ki, xaricdə keçirilən olimpiyada nəticəsinə görə bizim universitetlərdən birinə, Tibb Universitetinə, İsmail Murad Tibb Universitetinə müsabiqədən kağıt qəbul oldu. İngilis dilində fakültədə, tədris ingilis dilində. Yəni bunlar hamısı göstərir ki, bu həm valideynin təsiri, həm evdə uşağın öz yanaşması, məktəbin qayğısı, hamısı bunlar öz əksini tapdı və nəticədə dövlətimiz bir dahini qazanmış oldu. Digər sahələrdə də həmçinin biz yəni bir dəfə, 2-3 nəfərinə də bir adını çəkə bilərik, çox uşaqların adını çəkə bilərik ki, sözün əsl mənasında bu qayğı var, inkişaf edir. Qiymətləndirməni də mütəmadi olaraq biz görürük. Qiymətləndirmə obyekti olur həmişə. Yəni fərdi qiymətləndirmə də olur, obyektiv qiymətləndirmə keçirilir. Amma uşaqlarda biz o qiymətləndirmə, uşaqlar görməsə də heç bir inkişaf eləməz. Bu var. Aynen də. Birbaşa yəni sizə aid olmasa da fikrinizi bilmək istəyirəm, daha çox psixoloqlara ünvanlanması bir sualdır. Amma belə deyək, o istedadın hansısa bir sahəyə xüsusi bir yanaşmanın, intellektual fərqin ilkin işartıları, məsələn, kiçik yaşlarda Simptomu demək istəyirsiniz, nədir? onlar nədən bilmək olar ki, bu uşağın hansısa bir sahəyə daha çox potensialı var? Laf balacadırsa, oynadığı oyunlara baxmaq lazımdır. Bu bağça deyil. Məktəbdəsə, mən uşaqlarını hansı fəndən yorulurlarsa, sevərək oxuyurlarsa, o fəndən dalınca getmək lazımdır. Evdə desək, sən mütləq həkim olmaz. Əgər biologiya dərsini istəmək açırsa, ağlayaraq oxuyursa, ondan heç vaxt həkim olmaz. Bəlkə də ailənin təkidini bağlaya bilər. Bəlkə də ali məktəbi də təkidlə oxuyar əzbər, amma onunla bir kadr olmaz. Ona görə ilk növdə uşağı kənarda bir psixoloq olub müşahidə etmək lazımdır. Adicə müsbətdəki o belə qab-qazanın yaratdığı quruluya baxmaq lazımdır ki, bu gələcək memarıdırmı? Yoxsa Eldar xanımıdır, yoxsa bir başqa fəaliyyətdir. Oyunlara çox fikir vermək lazımdır. Və həmin uşaqlarda emosional intellekti inkişaf etdirmək lazımdır. Burada biz pay məktəb psixoloqlarına ya da sosial psixoloqlar üçün oyunlar təşkil etmək lazımdır. Oyunun içində uşaq özünə bir ixtiyar, şuuraltı özünü bir üzə verir. O oyunun içində artıq anan belə dedi, dostun belə dedi, xalqın uşağı sindromu işləmir də. Yəni oyunların içində artıq uşağın bütün potensialı bilinir.
Sadəcə müşahidə etmək lazımdır. Biz xaricdə təhsil alanda özümüz İsraildə 2022-ci ildə xaricdə hardasa bir ay təhsil aldıq. Orada nəyə xüsusi diqqət yetirdim və onu xüsusi olaraq düzdür, biz aid deyildi, bağça təhsili idi. Biz ort məktəblərinin silsiləsini keçirdik. Orada nəyə fikir verdim? Bağçada hər bir uşağın yanında bir nyanka deyildi, bunun bir dayə var. Mən dedim ki, yaxşı, bu müəllim kimdir, dayə nədir? Və təəccübləndilər ki, biz yuxarı siniflərin təhsilini danışırıq. Mən sadəcə gözümə sataşdı bağçada olan şəkildə. Yaxşı, bu dayə nədir, müəllim nədir, tərbiyəçi nədir? Deyiblər ki, kənarda oturan uşağın hər bir sözünü yazır. Nə mənada? Bu kitabla oynayanda nəyi fikir ifadə edir? Uşağın deməli xəritəsi, yəni pasportu bilirdə, pasportu yaradılır. Bu uşaq hərdəsə 7-ci sinifdə onda bir uğur əldə edəndə onun bağçadan ilki məktəbə təhvil edib papkası portfolio ilə portfolio saçılır. Və bu təqdirə layiq bir fəaliyyət. Düzdür, kadr çox lazımdır, işçi qüvvəsi çox lazımdır. Amma nəzərə alsaq ki, axırda nə əldə edirik? O çox bir oldu. Onu ya bağçadan, evdən, yaslı dövründən başlayır, müşahidə etmək lazımdır. Müşahidə edib onun əlindən oyuncaq alma. Baxmaq lazım ki, oyuncaq sökərək yığır, söküb tezə oyuncaq yığır. Belə bir yanaşma var sistem layihəsində. Tərs mühəndislər, biz bu layihədə elə bir klubda yaratmışdıq. Bu tərs mühəndislərdən gəl, siz dizi sıçrayız. O gələn elə tərs mühəndislərdən gəlir ki, bu hazır maşını söksün, tezinə onu bir başqa alət yaratsın. Bəlkə bir aləti çıxardacaq, bəlkə neysə əlavə edəcək. Bu fəaliyyəti onlarda yaratmaq üçün onlara bir alan lazımdır da, bir sahə lazım. Alan üçün yenicəm təkrar olmasın, qram müsabiqələr var, kod müsabiqələr var, müxtəlif bu dəqiqə imkanlar çoxdur, həddən artıq çoxdur və yenə deyək dediyimə qayıdacağım, maarifləndirmə zəifdir. Məlumatlandırma, maarifləndirmə geniş çapda olmalıdır. Və düzgün vurladınız ki, çox təmayüllü baxımdan televiziya ondan işləmirlər, amma təhsilə qoyulan sərmayə hər zaman oluşdur. Onun sadəcə dərindən düşüb ki, bu günlər əgər bir sərmayəni investisiya qoyaramsa, bu bir fərd üzərində, bir məktəb, bir şagird üzərində, bu cəmiyyət üçün bir uğurdur. Ola bilər ki, bu il yox, 10 il yox, bir 20 il sonra artıqlarını gözləyə verəcək. Onu maarifləndirmə ilk öncə və uşaqlara düzgün yanaşma. Onu biz uşağı itirmirik, cəmiyyət uşağı itirmir və millətimiz artıq ondan lazımlı şəkildə lazım hər hansı sahədə faydalana bilir. Tərnə xanımın sözlərinə qüvvət. Tərnə xanım geniş izahat verdi ki, bu dəstəyi həqiqətən də biz rayonlarda görürük. Bizim Filetovunda 5 ildən artıq da fəaliyyət göstərir. Bu fəaliyyətin sırf başladılması dövlət tərəfindən şimalda yaşayan o qaymaqları yığmaqdır. Həqiqətən də sözün əsl mənasında neçə ildir artıq biz görürük ki, ölkə üzərindən keçirilən imtahan nəticələrinə görə Quba Filetovun nəticələri Respublika üzrə birincilər birincisi. Hətta dəfələrlə bu olub bizdə ki, məsələn, qızılın gətirib. Bu nə deməkdir? Deməli, dövlətin bu qayğısı olmasa, belə bir müəssisələr açılmasa, o qaymaqlar üzə çıxmazdı. Xüsusi liseylərin yaradılması, xaricdə təhsil dövlət proqramı, müxtəlif yarışmaların, startap müsabiqələrin keçirilməsi, bunlar hamısı son nəticədə həm elmin, həm biliyin, həm maarifləndirmənin inkişafı ilə nəticələnir. Və bu iş gedir. Yəni bugünkü görünən mənzərə 10 il, 15 il bundan əvvəl bəlkə də təsəvvür eləmək olmazdı ki, Azərbaycan gəncləri gedib xaricdə dövlət hesabına təhsil alacaqlar və yaxud bu sizin təmsil etdiyiniz lisey kimi belə uğurlu bir lisey. 15 il, 20 il bundan qabaq bunlar xəyal olaraq var idi. Amma bugün o reallıqdır və bu sevindirici haldır. Müəllimlərin rolundan danışdıq. Valideyn məsələsində siz toxundunuz. Ola bilər mən səhv edirəm, məncə Edisonun anası, əgər səhv edirəmsə tamaşaçılar da bağışlasın məni, məktəbdən müəllim məktub göndərir ki, sizin övladınız adi sinifdə oxumağa yaramır, çox cütbeyindir. İki alırmış da deyəsən. Və o məktubu oxuyanda yenə də səhv eləmirəmsə Edison'da qiymətlər aşağı olub məsə vaxtında. Uşaq soruşur ki, nə yazıblar mənim haqqımda? Anası deyir ki, müəllimin yazıb ki, sən çox istedadlı, bacarıqlı, intellektual uşaqsan, ona görə sən hamı ilə bir yerdə oxuya bilməzsən və ona görə biz sənin üçün ayrıca dərslər keçəcəyik. Bax, yəni o ananın o yanaşması son nəticədə bir dahinin ortaya çıxmasına səbəb oldu.
bu miqyasdan baxanda istəyərdim ki, yəni həm də valideynlər istər oğlan olsun, istər qız olsun, yəni övladlarına bu imkanı versinlər ki, potensialını tam ortaya qoysun və sizin fikirlərinizi bilmək istəyərdim. Bu gün Azərbaycanda valideynlər nə dərəcədə övladlarının uğuruna hazırdır? Arzulamaq yox, nə dərəcədə onun üçün çalışırlar və hazırdılar. Belə deyim, sadəcə uşağı repetitor yanına göndərməklə yox, məktəbə göndərməklə yox, ruhən o böyük uğurlara valideynlər nə qədər hazırdılar? Bax, o sahədə ürək açıcı bir durum deyil. Ona görə ki, valideynlərin əksəriyyəti cimin göstəricisi ilə yaşayır desə tam düzgün olur. Bax, Bacarıqlı Əllər Dərnəyimiz var. 6-da oxuyan söhbətimizdə. Ağlayıb göz yaşı tökük, atam onu dərnəyə qoymur. Zəngi valideyni başa salsan ki, qızın əl qabiliyyəti, elə gözəl əl işləri zətdir. Dərnəkdir də, yəni ay valideyn sənə nə gedir ki, gün ortadan sonra qalacaq bir yarım saat. Onsuz etüddə oturur da bizdə. Görürsən ki, valideynin beşibeyində ancaq yox dərsin olsa, bu dərsin oxusun, dərsin oxuman nailiyyət var. Amma uşağın digər sahələrdə onun inkişafı, onun müəyyən bir potensialı çox böyük rol oynayır. Məsəl üçün, biz layihələr misalıyıq. Biz layihədə bizdə dram klublarıdır bu illərə. Bir neçə müəllimcə çıxış edir ki, o dram klubu elə tamaşa göstərdi ki, bəlkə bir başqa yerdə ki, onun tamaşanda bu peşəkar aktyorlar o səviyyədə göstərə bilməzdir. Rəqs də var idi deyirsən. Rəqs də var idi. Hələ rəqsi misal çəkin. Rəqs üçün belə verdiyi üçün uşaqlar xaçmaza aparır. Bir valideyn tutur ki, buraxmıram. Qız uşaqda orada nə iş var? Abi rəqs edir, nə edir burada? Ən azından fiziki inkişafdır. Rəqsin çox böyük tərbiyyəvi əhəmiyyəti var, çox böyük təsiri var. Ən azından onun elə intellektual inkişafına da təsir çıxır. Yəni valideynlərimiz o cəhətdən o qədər də ürək açıcı durumda deyirlər. Bir yanaşmada valideynlər uşaqlarının reallığını görmürlər. O bir atalar sözü var idi, adam ayağını yorğanına göz atar. O yoxdur bizim fərdə. Hər üçün öz uşağı əlbəttə ki, fitri istedaddır. Hər öz uşağın mütləq şeydə çəhrayı əşkidən baxır, amma ki, reallığı bilmək lazımdır. Əgər bu uşağın tarixi neyli varsa, onu məcbur 4-cü qubaka, həkimliyə yönətmək lazımdır. Əgər bu uşağın fizika, biologiya mütləq şəkildə belə meyli varsa, onun mütləqdir ki, sən gəl 3-cü kurs tələbəsi ol deməyə lazım deyil. Bir çox hallarda görürsən ki, mən bu uşağı bu sən lazım deyil, bu 4-cü kurs verəcək. Ay gözəl valideyn, sən nə bilirsən sən uşağın istəyən nə olacaq? Sən nə bilirsən gəlin nə ixtisaslar olacaq? Bu il bizə Texniki Universitetdən təbliğat xarakter görüşlə gəlmişlər. Orada yeni ixtisaslar verir. Data analitikana bir digər elektronik. Məsələn, keçən il data analitika deyə bir fakültə açıldı. Heç kəsin nəyin ki ağlınıza da gəlməz. Halbuki hər yerdə ona ehtiyac var. Əlbəttə, geniş profilli, hətta adi məktəbdə belə ona ehtiyac. Özümüz də onunla məşğul olarıq, data analitiklə məşğul olur. Yəni imkanlar çoxdur, sürətli inkişaf gedir. Valideynlər o cəhətdən düzdür, bəzi valideynlər belə müxtəlif rəngarəng bir yanaşmadır. Bəzi valideynlər həqiqətən uşağı eşidir, amma bir çox valideynlər bu çoxluqda desən bəlkə də yaxşı çıxmaz. Öz uğursuzluqların öz övladında uğurlu olmasını gözləyirlər. Amma uşağın şəxsi fikrinə, şəxsi istəyinə biraz belə kar-kör yanaşırlar. Ola bilər ki, həmin valideyn özü vaxtında həkim olmaq istəyib, lazımi balı yığa bilməyib. O mütləq şey deyil ki, onun valideyn, o övladı da həkim olsun. Yəni o cəhətdən uşağı biraz sərbəst buraxmaq lazımdır. Uşağı həqiqətən də idarə olunan sərbəstliyə vermək lazım ki, uşaq öz seçimini eləyə bilsin. Uşaq öz seçimin dalınca gedəndə istənilən yükün altından çıxacaq. O heç vaxt nə yorulmayacaq, nə girilənməyəcək, nə də ki çətinlik çəkməyəcək. O cəhətdən uşağın hər zaman yanında olmaq lazımdır. Və düzgün yönətmək lazım. Amma bu tək valideyn işi üçün verir, bu 3 güncü var. O 3 qucağı üçün valideyn, müəllim və şagird olmalıdır. Və bir qarşılıqlı dinləmə olmalıdır. Biri birini dinləmirsə, o uşaqdan nəticə ala bilməlidir. Mənim fikrimcə ən yaralı yerlərimizdən birinə toxundunuz. Valideyn məfkürəsi, valideyn təsiri həqiqətən də sözün əsl mənasında böyükdür. Valideynlərin bu problemini aradan qaldırmaq üçün məncə belə düşünürəm ki, maariflənməyə böyük ehtiyacı var. Yəni Tərni xanım qeyd etdiyi kimi bizi bu illəri gələn əməkdaşın verdiyi məlumatdan biz əldə etdik ki, o dediyi data analitikadan bağlı ixtisasının açılması gəlməsəydi biz bilməyəcəkdik. Biz bilməsə biz valideyni ötürə bilməyəcəkdik. Gələcəkdə də biz rayonun üzrə o ixtisas seçimində heç kim uşaq onu seçə bilməyəcəkdir. Yəni mütləqdir ki, bu sahədə maariflənmə olsun. Bu mən belə başa düşürəm ki, media bunun üzərində çox çalışmalıdır ki, bunun uşaqların
məlumatlansın. Bunun sayəsində valideynlər məlumatlansın. Sonra uşaqları düzgün formada idarə edə bilsin. Valideynlər maariflənsələr, məncə bu problemi aradan qaldıra bilərik. Məncə hər bir məktəbdə bir kadr ayırmaq lazımdır. Bu gələcəyin bir işidir. Bir ştat ayırmaq lazım. Sırf bu PR xidmət deyil də, bu xidməti eləyən bir konkret kadr olmalı ki, araşdırsın, baxsın, xarici saytlardan olan imkanlarda müsabiqələr deyirik. Karantin dövründə 2020-də lisey tez açılan ilin ilki 2019'da açılmışdı. Bir olimpiyada katılım. Olimpiyada değildi. Yarışıydı informatika üzrə. 8-ci siniflərimiz keçənki olmuyor. 8-ci sinifdə test adlı bir komandaydı. Dünya üzrə 8-ci yeri gəlmişmişlər. Yəni o vaxtı biraz evliliyin yaşandı da. Yəni rayonsalı keçdi. Amma məcburiyyətindən hamı onlar heç o uşaqları maarifləndirməmişdi. Yəni elə imkanlar var ki, çoxunun xəbəri yoxdur. Biz müəllim olardı çoxunun xəbərdar. Yəni məncə hər bir məktəb bundan ayrılan bir ştat olmalıdır. PR xidmət olmalıdır. Nə mənada bu məzunları haqqında məlumatı bir kartotekası olmalıdır. Yəni bu sahədə kadra ehtiyac var. Universitetlərdə var bildiyim qədərilə. Universitetlərdə çalışırlar. Amma məktəblərdə bu yoxdur. Məktəblərdə də olsa daha böyük olur. Çünki hər şey məktəbdən başlayır. Məktəbdən gedir bu yol. Bu məktəblərdə olsa daha effektiv olar. Universitetə gəlib çatanda artıq gec olur. Universitetə qəbul olunur. Bəli, artıq çatır deyir ki, mən bu ixtisası bundan da yaxşısı var imiş ki, mən bunu da başarardım. Sizin bugün imtahan verən abituriyentlərə və onların valideynlərinə məsləhətiniz, sözünüz nə olardı? Biraz uzaq görənli olsunlar. Yəni bugünlə yaşamasınlar. Bugün ixtisas seçəndə bugünün tələbi ilə yox. Bir 10 il sonranı, ən azından 5 il sonranı düşünsünlər ki, mən bu ixtisası bu ilmi seçirəm, bu nə qədər aktualdır. Mən bu sahədə özümə iş tapa biləcəm, əmək bazasında nə qədər aktualdır. Biraz bugünlə yaşamasınlar da, gələcəyi çox uzaq baxsınlar, yəni gələcəkdəki olan imkanları nəzərə alsınlar. Və heç bir zaman uşaqlarını sığışdırmasınlar. Əgər bu uşağın imkanı varsa, əgər bu uşaq həqiqətən xaricdə təhsil əldə edə bilirsə, dövlət təqaüdünü əldə edin, biz ona dəstək olmaq lazımdır. Çünki dövlətimiz dəstəkdir. Dövlətimiz həqiqətən hər tərəfdən dəstəkdir. Buradan şükür, potensialı uşaqlarımız ən qədər çoxdur. Biraz o stereotipləri aradan götürsək, ailənin o dəstək olsan, dövlət zaten dəstəkdir. Biz artıq həmin kadrda dövlət təqaüdünə gedirsə, o onsuz olan öhdəliyi var. O geriyə dönüb ən azından dövlətinə 5 ilin xidmət göstərək geriyə dönməlidir. O ən azından 5 il yanında xidmət göstərirsə, o demək onun kimi ən qədər uşaq yetişdirəcək. Geniş düşüncəli olsunlar. Yenə də burada oxlar çevrildi valideynlərə tərəf. Çünki valideynlər uşaqları daha çox təsir obyektində saxlayırlar, uşaqlara daha çox təsir edirlər və bir də sağlam şəkildə mütəxəssis seçsinlər ki, misal üçün mən bu ixtisasa maraqlanım, uşağımı yönəldəndə bu uşaq bu ixtisasa yerinə biləcək yoxsa yox. Özüm bilmirəm, onda mən məcbur eləməyim. Mütəxəssis axtarım, mütəxəssisdən maraqlanım, görüm həqiqətən də bu ixtisası oxusa, uğur əldə edə biləcək yoxsa yox. Məcburiyyət qarşısında qalıb çarəsizlikdən neysə keçmək məncə daha belə cınız düşüncə olardı. Nəinki sağlam bir mütəxəssisə müraciət etsinlər. Bizdə misal üçün elə bir uşaqlarımızın seçimlərini görürük ki, sözün əsl mənasında dövlətdən heç bir halda şikayətçi deyildik. Nəyə görə? Çünki dövlət elə bir formada qərar göstərir ki, uşaqlara həm təqaüd baxımından, həm dövlət proqramları çərçivəsində görürsən ki, uşaqlar uğurdan uğura qaçırlar. Bunlar hamısı dövlətin yaratdığı imkanlardandır ki, uşaqlar rəğbətlənir, bu sayədə inkişaf edirlər. Bir də qalır təkcə valideyn uşağın seçimləri qalır və buna görə də bu seçimləri də sağlam etdikdən sonra geriyə heç nə qalmır. Yol açıq, yaşıl, gedə bilərik. Sağ olun, təşəkkür edirəm fikirlərinizə görə. Verişimizi yekunlaşdırırıq. Sonda onu qeyd etmək istəyirəm ki, yenə də səhv eləmirəmsə, Einstein'in sözüdür ki, hər kəsin bir istedadı var, amma balığı ağaca dırmanma qabiliyyəti ilə sınaqdan keçirsəz, o bacarıqsız olacaq. Valideynlər daha çox övladlarına bu prinsipdən yanaşmalıdır. Mənim fikrimcə istər kiçik yaşlarda, istər orta məktəbdə, istərsə də bax bu qəbul imtahanları, ixtisas seçimi ərəfəsində ki, hər kəsin bir istedadı, bir qabiliyyəti var. Sadəcə o istedadı və qabiliyyəti o abituriyentdə, o şagirddə, o uşaqda görmək və ona dəstək olmaq lazımdır. Dövlətimizin göstərdiyi
təhsilə ayırdığı diqqət, xüsusi məktəblər, yeni təhsil proqramları, ali məktəblər, təqaüddə, xaricdə təhsil proqramı dövlət hesabına bütün bunlar ümid eləməyə imkan verir ki, bugünkü təhsilimiz 10 ildən, 15 ildən sonra Azərbaycanda Lütfüzadə ilə, Levlanda ilə eyni miqyasda olan elm adamlarının, Üzeyir Hacıbəyovla eyni miqyasda olan mədəniyyət adamlarının və yaxud Hüseyn Cabit, Cəlil Məmmədquluzadə ilə eyni miqyasda olan ədəbiyyat adamlarının yetişməyinə gətirib çıxardacaq və son nəticədə təhsilin belə məqsədi, məramı bundan ibarət ki, ziyalı insanlar, aydınlar yetişdirsin. Çünki bu bir estafetdir. Nə qədər ki, bu var millət inkişaf eləyir, davam edir və bunun da o yol göstərənləri müəllimlərimizdir. Sizə təşəkkür edirik söhbətimizə görə. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun dəvətinizə görə.